Anna 1881-ci ildə Peterburqda anadan olmuşdu. 1889-cu ildə Çaykovskinin Yatan Gözəl baletinə tamaşa etdikdən sonra balerin olmaq arzusuna düşdü. 10 yaşında baletdə ilk addımlarını attı. 7-8 saat məşq edirdi. Müəllimləri ondan çox razı idi. 1906-cı ildə balerin adını aldı. Ən gözəl rəqqasələrdən sayılırdı. 1907-ci ildə Ölən Qu quşu miniatürünü onun üçün hazırladılar. Anna bu miniatürlə məşhur oldu. 40-dan çox ölkədə çıxış etdi. 1907-ci ildə Baron Viktor Dantra aşiq olan Anna həyatının sonuna qədər onunla yaşadı. Öz malikanəsində çoxlu quş saxlayırdı. Ən sevdiyi quş isə qu quşu idi. 1931-ci ildə qastrol zamanı qatar qəzaya uğradı. Yüngül geyimdə, şaxtalı bir səhər Anna növbəti stansiyaya qədər ayaqla getdi, soyuqladı və vəfat etdi. Son sözləri "Mənim kostyumumu hazırlayın" oldu.